Salam aleykum əziz dostlar. Bir məsələ ilə bağlı fikir bildirmək istəyirəm. Əvvəllər də biz bu prosesi görürdük, amma düşünürdük ki, bu indi kimisə istifalətdə adi məsələdir. Hamı Azərbaycanda Türkiyəni sevmir, türklüyü sevmir. Yəni ki, bunu kimlərsə ola bilər. Amma son hadisədə mən gördüm ki, bu öz fəaliyyət deyil, bu əməlli bir fəaliyyətdir, mərkəzləşdirilmiş bir fəaliyyətdir. Bu Azərbaycan hakimiyyətinə yaxın medialardan xəbərlər yazıldı ki, ay nə bilim, hansısa Türkiyə serialında Azərbaycan aşağılanıb, ay nə bilim, Qarabağın qoluna Türkiyəli şərhçi sevilmir və s. və bundan bir ay Türkiyə Azərbaycana belə elədi, ay Türkiyə Azərbaycana elə elədi xəbərləri gördü. Yəni, bilirsiniz, bu absurd bir yanaşmadır. Gündəlik hansısa Türkiyə serialında nəsə olubsa, bunu Türkiyənin, bu yaxınlarda bayağı Azərbaycan komediyasında da komediyaların birində Anadolu Türkçəsi aşağılanmışdı. Aşağılayanda Türk millətindən olmayan bir komediya aktyorumuzdur. İndi neyə Türkiyə durub Türkiyədə də bunun təbliğatı geçsin və yaxud da bizim Azərbaycan idman kanallarında güya belə Türkiyə komandalarının, Avropa komandaları oynayanda bir baxın, eyni sevincdir, heç də Türkiyə komandalarını azarkeşlik eləmirlər. Yəni, bu nədir indi? Bu bəhanədirmi Türkiyənin üstünə getmək? Bunu kimlər eləyir? Mən o bəzi media qurumlarının rəhbərlərini tanıyıram, güya bunlar türkçüdülər və s. Yəni, belə bir şey mi olar? Yəni ki, onlar ki, belə şeyləri anlamalılar mı? Ki, bu belə şeylər ancaq Türkiyə-Azərbaycan münasibətlərinə ziyandır. İndi neyiniyək ki, bir dənə Türkiyəmiz var. Neynəmək istəyirsiniz? Gürcüstan, Ukrayna, bilsiz niyə görə bu vəziyyətdə? Niyə görə ərazi bütövlüyünü təmin edə bilmirlər? Moldova ərazi bütövlüyünü təmin edə bilmir. Çünki olan Türkiyəsi yoxdur. Azərbaycanın Türkiyəsi var. 100 il bundan da qabaq Türkiyəmiz var idi. İndi də var. Bir dənə Türkiyəmiz var. Onu bizdən eləmək istəyirsiniz. Sonra niyə eləyəcək? Meydanda tək qalanda nə olacaq? Hələ bilirsiniz ki, İsrail sizi gəlib xilas eləyəcək. Yoxsa Amerika? Yoxsa nə bilim başqa kimsə? Yəni, bu nə anti-Türkiyə siyasətidir? Biz bununla Türkiyə yox, özümüzə ziyan edirik. Zaten artıq Türkiyə ictimaiyyətində Azərbaycan-İsrail münasibətlərinə görə, İsrail tavrına görə vəziyyət dəyişir. Nə deyirsiniz? Bu lap siz lap dəyişirsiniz. Anti-Azərbaycan bir münasibətlər olsun. Sonra Türkiyə xalqı da Azərbaycandan üz çöndərəndən sonra Türkiyə hakimiyyətləri üçün daha rahat olacaq. Artıq Azərbaycandan üz çöndərmək. İndi hər Türkiyə hakimiyyəti güya Azərbaycanı sevirsə belə məcburdur öz xalqına görə sevsin. Çünki Türkiyədə Azərbaycan artıq bir müqəddəs mövzuya çevrilir. Və hakimiyyətlər məcburdur onunla hesablaşmaq. Və həmişə də Türkiyədə hakimiyyətlər Erdoğan olmayacaq ki. Sabah bir İmamoğlu kimi bir kosmopolit gəldi. Onda nə olacaq? Və biz də elə bir bunu da davam edək anti-Türkiyə təbliğatı, Türkiyə xalqı da bizdən üç göndərsin. Onda qalacaq meydanda tək, onda nə? Vəziyyətimiz Ukraynadan, Gürcüstandan bətər olacaq. Bunu anlayırsınızmı siz? Yəni, hər şeydə bəhanə axtarıb Türkiyənin üstünə gəlmək nə deməkdir? Və bu artıq, mən bunu görəndə ki, bu hakimiyyət yönümlü mediadan bu gedir. Bunu artıq mən hakimiyyətdə kimlərsə bunu maraqlıdır bunu etməyə. Nədir? Türkiyəni küstürün, bir dənə Türkiyəmiz var. Küstürün, nə olacaq? 100 il bundan qabaq Türkiyəmiz gəldi. Bu yaxınlarda 15 sentyabrda, o başlığı da o nə başlıqdır? Daşnaq bolşevik işğal. Daşnaq bolşevik işğal deyildi. İngilis, Rus, erməni işğalı idi. Sentra-Kaspiya hakimiyyəti Bakıda oturmuşdu. Orada da İngilislərdən Ruslar, erməni qoşunları tərəfindən Bakı işğal altındaydı. Elə də yazmaq lazım. İngilis, Rus, erməni işğalı. Biz neyinirik? Azərbaycanı işğal etmiş o dönəm İngilis əskərlərinə burada qəbirstanlıq düzəltmişik. Orada onları qoruyuruq. Rusdan da erməni, Rus erməni demək çəkinlik, bolşevik, daşnaq adlandırırıq. Yəni, belə türkçülük olmur, belə bir millət iki dövlət olmur, belə Turan olmur. Bu yanaşma doğru yanaşma deyil. Axırda Türkiyəni, Türkiyə xalqını da və Türkiyə dövlətini də küstürəcəksiniz, qalacaq tək meydanda. Onda nə İsrailiniz, nə Yahudi lobbiniz, nə Trumpınız. Heç kəs gəlib Azərbaycana görə vuruşan, savaşan deyil. Hər mənada və bütün sahələrdə Türkiyə Azərbaycanın yanında olduğu kimi ikinci belə bir dövlət dünyada yoxdur. 100 il bundan qabaq da olmayıb, təkcə Türkiyə olub, indi də yoxdur. Təkcə Türkiyədir. Neyinirsiniz? Bir dənə Türkiyə var, onu da küstürün. Yəni, bu yanlış siyasətdir. Bu səbr siyasətdir və bu ilk öncə Azərbaycana ziyan siyasətdir.